Türk mətbəxinə aid çox dadlı sütlaç hazırlanması. Əvvəlcə qazana yuyulmuş yumru düyü və su əlavə edib dibi yapışmasın deyə ara-sıra qarışdıraraq düyünü bişiririk. Sonra südü və şəkər tozunu töküb yenə ara-sıra qarışdıraraq qaynama həddinə çatdırırıq. Kənarda yumurta sarısına nişasta, vanil və azca süd əlavə edib həll olana qədər qarışdırıb qazanın içinə töküb qarışdıra-qarışdıra 5 dəqiqəyə qaynadıb götürürəm. Bişirdiyim sütlacı balaca keramik və ya saxsı qablarına tökürəm. Qabları soba listinə yığıb, listə soyuq su əlavə edib 180 dərəcəli sobanın üst mərtəbəsinə yerləşdirib sütlacın üzəri qızarana qədər bişiririk.